Dostlar, bu bir neçə palmanı, bu gülləri sizə göstərib bir söz demək istəyirəm. Görün, 5 dənə palmadır, 3 dənə də belə yekə dipçək güllərdir. Bunu şəhərimizin yeni seçilən meri qoyub mərkəzə, bir neçəsində mərkəzə qoyub. Aləm qarışıb bir-birinə, yerli qəzetlər, siyasi partiyalar, ziyalılar üsyan qaldırıb. Bilirsiniz nəyə görə? Yəni normalda biz Azərbaycan təfəkkürü ilə deməliyik ki, ASTV necə deyir, şəhərimiz günü-gündən gözəlləşir də. Yəni burada nə var ki, etirazlıq. Məsələ ondan ibarətdir ki, bunlar deyir ki, qardaş, bu puldur. Bu qulluq tələb edir. Buna kimsə gəlib baxmalıdır, sulamalıdır. Su deyir qıtdır. Halbuki Fransa Avropanın da elə dünyanın da ən sulu, bol sulu ölkələrindən sayılır. Amma deyirlər ki, su elə belə başa gəlmir də, pulla başa gəlir. Və bunlara da qulluq da puldur. Sən niyə boş-boş yerə pul xərcləyirsən? Elə ətraflarda parkları zadı genişləndir. Bu süni, əslində süni deyir, amma süni yolla salınmış yaşıllıqdır da. Buna nəyə ehtiyac var? Niyə israf eləyirsən? Bilirsiniz bu nəyə görədir? Vətəndaş o verdiyi verginin hesabatını istəyir. Onun üzərində nəzarət var. Dövlət əhlikefcəsinə, yerli qurumlar o büdcənin pulun kefi istədiyi kimi xərcləyə bilmir. Fikir verirsiniz də bizdə İlham Əliyev keçirdiyi böyük layihələri sanki atasının ona zəhmətlə qazandığı pul hesabına görürmüş kimi millətin boynuna minnət də qoyur ki, mən eləyirəm, mən bunu elədim, onu çəkdim, bunu çəkdim. Elənməlidir, dövlətin o borcudur, amma o pul necə səmərəli xərclənir, onun üzərində vətəndaş nəzarəti olmalıdır. Çünki o insanların puludur. Dövlət büdcəsi ümumi anlayışdır. Dövlət büdcəsinə göydən yağıb pul yaranmır ki, oradan, buradan tutulan vergilərdən, gəlirlərdən o formalaşır və vətəndaşlar da ona öz ciblərinin pulu kimi baxır və nəzarət tələb eləyir. Ümid eləyirəm bizdə də belə bir gün olacaq. Yadınızda var, Hacı Balanın vaxtı idi. Mən çoxdan da Azərbaycanda deyiləm. Ümid eləyirəm ki, o mənzərə dəyişib. Şəhərin dörd bir tərəfini doldurmuşdular, nə bilim, Afrikadan, Hindistandan gətirilən dekorativ gül çiçəklə. Çoxu sonra bəlli oldu ki, heç bizim iqlimə uyğun gəlmir və o zamanın pulu ilə yadımdan çıxıb qiymət deməyəm, amma çox baha formulovka eləmişdilər büdcədən pul silməkdən ötürü.